Koç bürcü. Bugünün Koç bürcündə inkişaf etdirəbiləcəyi keyfiyyətlər, həssaslıq, cinsilik, sahiblik, psixoloji narahatlıq yarada bilər, lakin cari işlərdə faydalı olacaq. Gələcəklə bağlı mümkün narahatlıq, şübhə və ya qısqanclıq meyli ilə yanaşı, onların düşüncələri artacaq və potensial təhlükə və ya maddi itki əlamətlərini daha tez-tez görməyə başlayacaqlar. Bugün Koç bürcünü daha da qısqandıra bilər. Eyni zamanda ehtiras, sevgi və bütün səviyyələrdə əsl yaxınlığa olan ehtiyacı artırır ki, bunun da soyuqluq və ya münaqişə yolu ilə əldə edilməsi ehtimalı azdır. Romantik harmoniyaya dəyər verən Koç bürcünün üzvləri onu qoruyub saxlamalı və ya bərpa etməlidirlər. Koç bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, ulduzlar Koç bürcünə ən uğurlu olacaq sahələrə diqqət yetirməyi məsləhət görür. Ən yaxşısı, əvvəllər etdiyiniz işi davam etdirmək və yeni bir şeyə başlamamaqdır. Əks təqdirdə çətinliklər yarana bilər. Yaradıcı işçilər, komanda dəstəyinin olmaması səbəbindən planlarını həyata keçirə bilməyəcəklər. Kirayə müqaviləsi imzalamaqdan çəkinin. Buğa bürcü. Bugün Buğa bürcü qarşılıqlı sevgi, ehtiras və ya fayda üzərində qurulmuş faydalı işgüzar və şəxsi münasibətləri yenidən canlandıra bilər. Bu cür qarşılıqlı əlaqələr çətin ola bilər, bəzən kritik nöqtələrə çata bilər, əhəmiyyətli enerji sərmayəsi və fərdi qurbanlar tələb edə bilər. Lakin mükafatlar əhəmiyyətli olacaq. Etməli olduqları tək şey qısqanclıq, inamsızlıq, düşmənçilik və ya rəqabət kimi psixoloji maneələri aradan qaldırmaqdır. Bugün Buğa bürcünün sevgi münasibətləri əlavə bir təkan olacaq. Qarşılıqlı cazibə və ortaq maraqlar kimi müsbət cəhətlər, mənfi cəhətlərlə qısqanclıq, müəyyən xarakter xüsusiyyətlərinə qarşı nifrət yan-yana qoyulacaq. Əksər hallarda cazibə qüvvəsi itələmə qüvvəsindən daha güclü olacaq. Buğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, ulduzlar Buğa bürcünə texniki avadanlıqlarının və ofis texnikasının vəziyyətinə diqqət yetirməyi məsləhət görür. Hər ikisi sıradan çıxa və ya ömrünü başa vura bilər. Profilaktik yoxlama aparmaq və zəruri hallarda avadanlıqları təmir etmək tövsiyə olunur. Həmçinin avadanlıqları həddindən artıq yükləməməyə çalışın. Otel və restoran biznesləri gəlirlilik baxımından azalma ilə qarşılaşa bilər. Əkizlər bürcü. Bugün Əkizlər bürcünün özünü ifadə etmək üçün daha az fürsəti və intellektual maraqlarına tam şəkildə qərq olmaq üçün daha az vaxtı olacaq. Mürəkkəb məişət və ya maddi ehtiyaclar bir çox əkizlərin yeni yollar axtarmaqda və tərəqqi tərəfdarı olmaqda özlərini sərbəst hiss etmələrinə mane olacaq. Onlar ev işləri, maliyyə, təmizlik, təmir və ya çatışmazlıqları düzəltməli ola bilərlər. Bugün əkizlərin romantik münasibətləri gündəlik həyat, iş və ya qıcıqlandırıcı xarici amil səbəbindən çətinləşə bilər. Nəticədə, bir çox əkizlər üçün çox vacib olan ünsiyyət rahatlığı müvəqqəti olaraq itirilə bilər və diqqətləri müəyyən mənfi emosiyaları tetikləyən detallara daha çox yönələ bilər. Əkizlər bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, ulduzlar Əkizlər bürcünə ofis ünvanlarını dəyişdirməməyi və ya binalarında hər hansı bir dəyişiklik etməməyi məsləhət görür. Daşınmaz əmlak agentləri üçün əlverişsiz gündür. Razılaşdırılmış daşınmaz əmlak alqı-satqı müqaviləsi qəfildən uğursuzluğa düçar ola bilər. Mağazalar və bazarlar üçün iş sənədlərini hazırlamaqdan və ya kommersiya avadanlığı almaqdan çəkinin. Xərçəng bürcü. Bugün vəziyyət Xərçəng bürcünün daha çox xeyrinə olmağa başlayır. Bir çox Xərçəng bürcü öz istedadlarını, enerjilərini və ya intuisiyalarını yaxşı istifadə etmək, hisslərini və ya zövqlərini nümayiş etdirmək imkanına sahib olacaq. Bir maneə ilə qarşılaşdıqda, diqqətlərini hazırda daha şanslı olduqları və hətta çətinliklərin aşılmaz bir maneə deyil,
motivasiya edici bir stimul halına gəldiyi başqa bir sahəyə yönəltməyə ümid edəcəklər. Aşiq olan xərçənglər üçün taleyin bugün onların tərəfində olduğunu, hisslərini anladığını və romantik planlarını dəstəkləməyə hazır olduğunu xatırlamaq vacibdir. Baxmayaraq ki, həmişə birbaşa deyil. Əgər onların romantik münasibətləri dayandırılarsa, tam böhran hissindən xilas olacaqlar və çıxış yolu və ya təsəlli tapacaqlar. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Ticarət və alış-verişlə məşğul olan xərçəng bürcləri bir gün xüsusilə həssas ola bilər. Pərakəndə satış üçün topdan mal almaq tövsiyə edilmir. Əks təqdirdə tələbat olmayacaq, likvid olmayan mallar almaq riskiniz var. Ticarət sövdələşmələri bağlamaqdan və işgüzar səfərlərdən çəkinin. Şir bürcü. Şirlər üçün ulduzlar bugün hətta əlverişli vəziyyətlərin belə vurğulanmamalı və ya gücləndirilməməli, gizli mənfi mənalara malik ola biləcəyini göstərir. Ola bilsin ki, bugünkü fəaliyyətlər zamanı psixanızın, gündəlik həyatınızın və ya münasibətlərinizin həssas sahələrinə toxunulacaq və ya biznes strategiyanızdakı qüsurlar aşkar ediləcək. Mübahisə, rəqabət və düşmənçiliklə dolu vəziyyətlərə məruz qalmağı minimuma endirmək məsləhətdir. Şirlər yadda saxlamalıdırlar ki, bugün güclü hisslər və instinktiv impulslar onları çox sarsıda bilər. Bugünün şəraiti təkcə onların emosiyalarının gücünü deyil, həm də psixoloji zəifliklərini üzə çıxara bilər. Məsafələrin artması, qısqanclıq və şübhə üçün zəmin yaratmaq riski var. Şir üçün sabah üçün karyera və maliyyə ulduz falı, şirlər bugün həddindən artıq emosional ola bilər ki, bu da işgüzar bacarıqlarınıza mənfi təsir göstərəcək. Əvvəla, ulduzlar ani emosional impulsların təsiri altında vacib qərarlar qəbul etməməyi məsləhət görürlər. Bugün müəyyən hərəkətlərin maddi faydalarını qabaqcadan görmək qabiliyyətiniz azalır ki, bu da səhvlərə səbəb ola bilər. Təşəbbüs göstərməkdən çəkinin. Qız bürcü. Bugünkü hadisələr qız bürclərinə həyatlarının yalnız yeni rollar, ideyalar və planlarla deyil, həm də məişət və ya maliyyə məsələləri kimi təcili, gündəlik məsələlərlə dolu olduğunu xatırladır. İndi gərgin intellektual işlərdən, təcrübələrdən və ya maraqlı söhbətlərdən fasilə verib, gündəlik və ya maddi problemlərin həllinə baş vurmağın və yaxınlarınızla tam emosional əlaqəni bərpa etməyin vaxtıdır. Qız bürcündən olanlar yadda saxlamalıdırlar ki, bugün sevgi harmoniyası, emosionallıq və cinsilik, yaxınlıq və etibar vasitəsilə qorunur. Yenilik və qeyri-adiliyin cazibəsi müvəqqəti olaraq itir və vərdişlər daha tez-tez özünü göstərməyə başlayır. Lazımi psixoloji rezonans olmadıqda sözlər təsirsiz ola bilər. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, qız bürcü üçün bugün uğur üçün əlverişli deyil. Əsas səbəb qətiyyətli hərəkətlərə hazırlığın olmaması ola bilər. Daxili qeyri-müəyyənlik və yalançı qorxular sizi geridə qoyacaq. Sanki kimsə sizi məhdudlaşdırmağa və ya maneələr yaratmağa çalışırmış kimi hiss edə bilərsiniz. Ulduzlar şayələrə qulaq asmamağı məsləhət görür. Çünki pis niyyətli insanlarınız indi daha aktivləşə bilər. Tərəzi bürcü. Bugün ulduzlar tərəzi bürclərinə planlarının biznes, texniki və iqtisadi aspektlərinə diqqət yetirməyi məsləhət görür. Bugün uğur maddi məsələləri həll etmək istəyinizdən, sövdələşmələr aparmaq bacarığınızdan və ya resursları idarə etmək bacarığınızdan asılı ola bilər. Vergilər, kreditlər və hesablaşmalarla bağlı detalları laqeyd etmək məsləhət deyil. Bəlkə də bir məqamda qarşılıqlı faydalı əməkdaşlığa gətirib çıxaracağı üçün kompromis haqlı olacaq. Bugün tərəzi bürcünün şəxsi münasibətlərində emosiyalar və instinktlər güclü olacaq. Hərəkətlər sözlərdən daha çox məna kəsb edəcək və daha dərin təsir bağışlayacaq. Xüsusən də ayrılıq, anlaşılmazlıqlar və məcburi məsafə zamanı. Qısqanclıq işarələri daha tez-tez baş verəcək və aldatma və ya təxribat şübhələri yenidən ortaya çıxacaq.
Terazi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı Terazi bürcünü olduqca ziddiyyətli bir gün gözləyir. Bir tərəfdən iddialı planlar qurmaq istəyiniz arta bilər və onları inkişaf etdirməyə başlamaq istəyə bilərsiniz. Digər tərəfdən məhdudiyyətlərinizi və fəaliyyət azadlığınızın olmamasını kəskin şəkildə hiss edəcəksiniz. Mövcud işlərinizə sadiq qalmağınız və hər hansı bir böyük dəyişiklik etməkdən çəkinməyiniz tövsiyə olunur. Əqrəb bürcü. Bu gün əqrəblər öz davranışlarına üstünlük verirlər ki, bu da əsasən onların emosiyalarını və reaksiyalarını idarə etmək qabiliyyətindən asılıdır. Bu gün vəziyyətlər müsbət aspektlər və real uğur şansı təklif etsə də, pis əhval-ruhiyyə və ya xarici kəziyi kimi digər amillər onlardan üstün ola bilər. Əsəbilik, aqressiv rəqabət və ya daxili uyğunsuzluq da bir amil ola bilər. Bu gün əqrəb bürcü serərləri əlverişli və əlverişsiz ssenarilər arasında tarazlıq tapırlar. Onlar unutmamalıdırlar ki, bu gün öz əhval-ruhiyyələri və davranışları hər şeyi deyil, çox şey müəyyən edir. Romantikaları üçün ahəngdar və ya dağıdıcı bir yol seçmək onların ixtiyarındadır. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əqrəblər bu gün əvvəllər müəyyən edilmiş planlarında düzəlişlər etməli ola bilərlər. Xarici şərait kəskin şəkildə dəyişə bilər və bunu nəzərə almalısınız. Əks təqdirdə səyləriniz gözlədiyiniz nəticələri verməyəcək. Menecerlərə müəyyən edilmiş iş rejimlərini dəyişdirməmələri tövsiyə olunur. Oxatan bürcü. Bugün ulduzlar Oxatan bürcünə bütün sərbəst təşəbbüsləri, xüsusən də qeyri-rəsmi ünsiyyətlə bağlı təşəbbüsləri təxirə salmağı məsləhət görür. Bu, potensial həmfikir insanlarla intensiv danışıqlar və yeni proqramları müzakirə etmək üçün ən yaxşı zaman deyil. Gün ərzində maddi ehtiyaclardan, texniki dəstəyə, işgüzar tələblərə və ya ailə şəraiti və ya romantik münasibətlər kimi şəxsi amillərdən asılı vəziyyətə düşə bilərsiniz. Bugün Oxatan bürcünün nümayəndələrini sevginin bütün incəliklərinə daha həssas edir, lakin hisslərini idarə etməyi çətinləşdirir. Onlar partnyorlarından psixoloji asılılıq və ya tənhalıq anları yaşaya bilərlər. Özlərini təcrid etməli və dostlarının və başqalarının fikirlərinin şəxsi həyatlarına təsirindən çəkinməlidirlər. Oxatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, ulduzlar Oxatan bürcünə bugün nüfuzlarını qorumağı və ictimai fəaliyyətlərdən çəkinməyi məsləhət görür. İmtahan vermək və ya dissertasiya müdafiə etmək üçün ən yaxşı gün deyil, elmi və texniki sərgilərdə, konfranslarda və simpoziumlarda iştirak gözlənilən nəticəni verməyəcək. Gün hüquqi mübahisələrin həlli üçün əlverişsizdir. Oğlaq bürcü. Bugün oğlaqlar tanış əlaqələrə və ya strategiyalara, yaxud keçmişdən tanış olan hisslərə və əlamətlərə güvənməkdən çəkinməlidirlər. Bir çox texnika hazırda təsirsizdir və ya yalnız müəyyən bir nöqtəyə qədər işləyir. Bu nöqtədən kənarda maneələr, məyusluqlar və ya çətinliklər yarana bilər. Xüsusilə maddi məsələlərlə məşğul olarkən və kollektiv resurslara çıxış əldə edərkən bu faktı yadda saxlamağa dəyər. Bugün Oğlaq bürcünün eşq həyatı üçün vəziyyət qismən əlverişlidir. Bir çox Oğlaq bürcü bunu bir nemət və ya bərəkət kimi görməyəcək. Çünki ən vacib şeylərdən, məsələn, partnyoru ilə əsl mənəvi harmoniyadan, bərabər səviyyədə olmaqdan və ya rəsmi birliyə girməkdən məhrum olacaqlar. Oğlaq bürcü üçün sabahın karyera və maliyyə ulduz falı bugün peşələri riskli olan Oğlaq bürcüləri üçün əlverişli olmaya bilər. Bu, xüsusilə idmançılar, yarış avtomobili sürücüləri və kaskadyorlar üçün keçərlidir. İş adamlarına xaricə pul köçürməmək və valyuta mübadiləsi etməmək tövsiyə olunur. Ulduzlar bugün uzun məsafəli səyahətlərə və xaricilərlə layihələrə başlamamaq tövsiyə edir. Xaricə göndərilən yüklər zədələnə bilər. Dolça bürcü. Bugün ulduzlar Dolça bürcünə daha diqqətli olmağı, hər hansı bir işdə ehtiyat planı əvvəlcədən planlaşdırmağı
və kritik anın astanasında əyləc işığını yandırmağı unutmayın. Mürəkkəb və vacib işləri yaxınlarınıza və ya xoş niyyətli köməkçilərə həvalə etmək məntiqlidir. Çünki onları indi tək başına həll etməyə çalışmaq istənməyən fəsadlara səbəb ola bilər. Dolça bürcü üçün ulduzlar bugünün müsbət tərəflərinin şəxsi münasibətlərinə az təsir göstərə biləcəyini, lakin mənfi potensialın istənilən an alovlana biləcəyini göstərir. Ən təəssüf doğuran məqam isə Dolça bürcünün özlərinin bunda günahkar olmasıdır. İstər bilərəkdən, istərsə də bilmədən emosiyalara və ya ilk təəssüratlara aludə olurlar. Dolça bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, Dolça bürcləri bugün işgüzar tərəfdaşlarla bağlı tədbirlərə cəlb oluna bilər. Əsas işgüzar tərəfdaşınız maliyyə çətinlikləri ilə üzləşə və itkilərə məruz qala bilər. Bu və ya digər şəkildə birgə biznesinizdə zərər görə bilər. Məsələn, tərəfdaşınızın pulunu bank hesabınıza almaya bilərsiniz. Balıqlar bürcü. Bugün balıqlar üçün şans qalib gəlməyə başlayacaq. Lakin əsasən tanış zəmində. Əgər onlar işlərində, gündəlik həyatlarında və ya şəxsi həyatlarında sınaqdan keçirilmiş və etibarlı metodlardan istifadə edərək irəliləyiş əldə etmək istəyirlərsə, vaxt itirməməlidirlər. Xarici təsirlər xoşa gəlməz, lakin tamamilə aşıla bilən maneələr yarada bilər. Onları əzimkarlıq və ya intuisiya ilə asanlıqla dəf edəcəklər və bəzən sadə şanslar kömək edəcək. Bugün balıqlar sevgi və romantik planlarında yarana biləcək heç bir maneəyə diqqət yetirməməlidirlər. Bugünün ümumi psixoloji və hadisəli fonu bütün macəraların müsbət sonluqla bitməsi üçün kifayət qədər aəngdardır. Hətta aşkar bir problem belə birdən müsbət bir şeyə çevrilə bilər. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı, öz biznesinə sahib olan balıqlar bürcündən olanlar kadr problemləri ilə üzləşə bilərlər. İşçilərinizdən biri gözlənilmədən istefa verə bilər. Tələsik, əvəzedici axtarış istənilən nəticəni verməyə bilər. İşə qəbul agentliklərində və məşğulluq xidmətlərində işçiləri bir çox çətin və səmərəsiz iş gözləyir.